InDesign'da maraqlı mövzulardan olan şəklin yerləşdirilməsi. Şəkil demək əslində qrafik obyektlərin InDesign faylına yerləşdirilməsi. Belə bir boş səhifəmiz var və bu boş səhifəyə şəkli yerləşdirmək istəyirsə menyudan File və Place bölməsinə girmək lazımdır. Hotkey Ctrl-D. macOS'da Command D. Ctrl-D etdiyimiz anda bizə bir folder təklif olunacaq, hansı ki orada daha əvvəlcədən bizim artıq şəkillərimiz olmalıdır. Mən də Unsplash'dan 3 fərqli şəkil götürmüşəm və bunlardan istənilən birini, gəlin tutaq ki, birincisini yerləşdirmək istəyirəm bura. 2 dəfə tıkladım. Avtomatik kursorun yanına belə bir balaca kiçik görüntüdə, kiçik ölçüdə daha doğrusu şəklin görüntüsü gəldi. Və bunu istənilən bir yerə səhifəmin içərisində yerləşdirə bilərəm. Təbii kənarda yerləşdirmək olar əslində. Və mən istəyərdim ki, bu şəklimi mərcin daxilində, kənar təhlükəsiz məsafələri nəzərə almaqla bu mərcinin daxilində yerləşdirim. Və biz çərçivəni böyütdüyümüz anda görürük ki, bounding box dediyimiz, yəni bu çərçivə, şəklin çərçivəsi, frame'i böyüdü, amma şəkil özü qaldı burada. Şəklin heç özü böyümək istəmir. Bu mövzuya deyirik biz fitting. Şəklin bir placeholderə, bir çərçivəyə oturması. Sağ düyməni bassaq, burada effektin, keçən dərsi tanış olduğumuz effektin qonşuluğunda ayrıca bir kateqoriya içərisində fitting görə bilir və fərqli məntiqlə bir şəkil bir çərçivənin içərisində yerləşə bilər. Hər dəfə sağ düyməni basıb getməmək üçün əslində adobçular bizə təklif edirlər ki, həmin funksiyaları elə buradan biz sınaqdan keçirək. Gəlin yavaş-yavaş üzərindən gedək. Bu mərcin bizi çaşdırmasın deyə müvəqqəti olaraq bunu daha kiçik ölçüdə eləyək ki, biz çərçivəmizi bu şəkildə görə bilək, sərbəst formada. Obyekt seçilib və birincisi üzərinə gətirəndə nə olduğu izah olunacaq. Fill frame proportion, yəni frame'i, çərçivəni proporsional şəkildə böyüt. Proporsional nə deməkdir? Gəlin məsələn geri qaytaraq Ctrl-Z-lə. Bizim şəklimiz əgər daha doğrusu frame'imiz belə olardısa və yenə eyni şeyi bassaq, görürsüz, yəni sanki şəkli deformasiya eləmədən nə qədər yerləşdirə bilirsə bu çərçivənin içərisində yerləşdirir proporsional olaraq və qalan hissələri qalır şəkildən kənarda, çərçivədən kənarda. Eyni qaydada tutaq ki, daha ensiz və hündür bir çərçivəmiz olsun. Proporsional yerləşdirməyə çalışın. Və bəri başlamada qeyd edək ki, yəni InDesign'ın bizə təklif elədiyi variant şərt deyil. Biz yəni bu çərçivənin içərisində şəklin başqa yerlərini göstərə bilərik. Yəni başqa formada kadrlaşdıra bilərik. E hərfini, A hərfini aktivləşdirək. Yəni bizim Direct Selection Tool aktiv olsun. Tıkladığımız anda avtomatik görürük ki, şəklimiz düz mərkəzə yerləşibdir və biz bu fotonun mərkəz hissəsini yox, digər hissələrinə, daha doğrusu şəklimizin mərkəzi yerləşib bu frame'in içinə. Belə daha doğru olar. Biz fərqli hissələri də bu kadrda saxlaya bilərik. Tutaq ki də biraz 2 görünsün, biraz content görünsün. Yəni, bu mənə maraqlıdırsa bu şəkildə yerləşdirmək. Bu formatda yerimi təyin edib, sonra da yenə Selection Tool'a geri qaydaram və istədiyim yerə də qoyaram şəklimi. Yaxşı, bizim bu frame fitting məsələsində digər mövzumuz nədir? Gəlin ona baxaq. Ölçünü də nə bilim, müvəqqəti gəlin tamam böyük ölçüdə eləyək. İkincisinin adı Fit Content Proportion'dır. Yəni burada isə content çərçivəyə proporsional olaraq oturur, amma doldurmur oranı. Birincisi fill idi. Yəni çərçivə mütləq dolmalı idi. Amma ikinci halda isə yox. İkinci halda elə bir şey yoxdur. Bizim contentimizin içərisində şəkil maksimum hansı ölçülərdə görünə bilirsə, həmin öz layoutuna, öz nisbətinə uyğun olaraq o formada yerləşir və qalan hissəsi isə qalır boş. Bu iki ən məşhur nümunə. Yəqin ki, hətta bir məşhur nümunə götürməli olarsa, bu da bizdə birincisidir. Yəni bir çərçivə var, sən də zəhmət çək o çərçivəni doldur. Nadir hallarda olar ki, biz bir çərçivə çəkirik, amma onu heç isə doldurmuruq. Yox, belə olmur. Sonra bizim başqa bir variantımız, gəlin biraz fərqli olsun, eyni şəkildən görülməyəsi deyə bu dəfə də ikinci bir şəkil gətirək və 30 lira bura. Yenə də eyni qaydada təsadüfi bir frame çəkək, üçüncünün üzərində saxlayaq. Fit Content to Frame. Avtomatik gəlin biraz hətta bəlkə kvadrat deyil də, nə bilim, gələ biraz ensiz çərçivə olsun. Fit Content to Frame, contenti içəri frame'ə uyğun yerləşdir. Bu dəfə yəni frame'in içini doldur. Burada isə artıq proporsionallıq məsələsi yoxdur, yəni ki, proporsional olmadan şəkli götürdü InDesign bizim o enli hündürlüyü az olan layout'a 30'durdu. Ya da ki, yəni belə eləyək. Çox ensiz, amma hündür bir çərçivəm var. Bu dəfə də sanki shiftsiz götürüb
artdı. Yəni inanmıram ki, bir dizaynerə bu çox da aktiv lazım olsun. Bir daha xatırladıram, əsas favoritimiz budur. Şəkil fərqliliyi üçün yenə də başqa bir nümunə götürək. Bu dəfə də yenə çərçivəni fərqli görüntüyə salaq. Fit frame to content artıq burada isə content, daha doğrusu çərçivə contentə uyğunlaşacaq. Bu isə hansı halda lazım ola bilər? Nə bilim, şəkil gətirmişik, sonradan neysə götürüb çərçivəsini deformasiya eləmişik, dəyişmişik çərçivənin sərhədlərini. O zaman mən istəmirəm ki, şəklim tam görülsün. Yəqin ki, orada bu variantdan istifadə edə bilərik. Bir daha xatırladıram, buradakı ikonkaların, ikonların olduğu yer, menyu və buradadır. Və bir də bunun yenə də heç çox da aktiv istifadə olmayan başqa bir variant da var. Yenə də bir çərçivə çəkdik. Şəklimiz düz gəlib bu çərçivənin mərkəzində olsun. Bu da növbəti çox da aktiv istifadə eləmədiyimiz bir fitting bölməsi. Şəkilləri tək-tək mi gətirmək lazımdır? Ctrl D elədim, hər üç şəkili götürdüm və open elədiyim anda mötərizədə 3 işarəsi görürsünüz. Bu deməkdir ki, burada bir şəkil görünə bilər, amma hal-hazırda InDesign'da place olunmaq üçün 3 dənə şəkil növbədədir. Belə bir metaforadan istifadə edə bilərik. Bir daha göstərim, Ctrl D, macOS'da Command D, hər üçünü götürdü. Vurduq. Vurduğumuz anda əgər çəkməsək, o zaman böyük ölçüdə, orijinal ölçüdə bura yerləşdirməyə çalışacaq. Ona görə də tövsiyəm lazım olan ölçüləri qabağınızdan place eləyəndə təyin edərsiniz. Başqa bir şey bir daha xatırladım. Yəni mən hər üçünü götürürüm. Birinci bu şəkli yox, başqa bir şəkli göstərmək istəyirəmsə, yerləşdirmək istəyirəmsə, daha doğrusu, əgər yerləşdirmədə müəyyən bir ardıcıllıq şərtdirsə, o zaman klaviaturadakı sol, sağ oxları ilə biz bunları təyin edə bilərik. Bu 1, bu 2 və nəhayət bu da 3. Şəkilləri gətirdiyi əla, şəkilləri biz Photoshopda məsəl üçün bir şəkil gətirəndə girib rahatlıqla bir saytdan kopyalayıb bura atırdıq. InDesign'da da nəzəri cəhətdən bu mümkünsə də InDesign daha çox link məntiqi ilə işləyir. Yəni şəkillər fiziki olaraq fayla gəlmir. Şəkillər sizin kompüterinizdə bir yerdə olur. Siz sadəcə o şəkilə bir qapı açıb buradan onun namizədini, təmsilçisini InDesign faylının içərisində yerləşdirirsiniz. Çünki InDesign çox səhifələrlə işləyən bir proqramdır və hər bir səhifəyə fiziki olaraq biz ağır faylları, ağır şəkilləri gətirmiş olsaq, bu faylın ağırlığına nəticədə də proqramın ağır işləməsini gətirib çıxarda bilər. Şəkil kimi eyni qaydada biz vektor obyektləri də Illustratorda save olunmuş vektor obyektləri də bu qaydada gətirə bilərəm. Şəkil kimi biz Illustratorda hazırlanmış vektor faylları. Illustrator olması şərt deyil. Yəni vektor faylları da qrafik formatlarda, məsələn, EPS, PDF ya da ta ki Illustratorun özünün cari fayl formatı olan AI formatlarında da faylları biz bura gətirə bilirik. Yəni məntiq eyni olduğu üçün eyni şeyi orada təzədən göstərmək istəməzdim. Əvəzinə başqa bir mövzuya toxunmaq istəyərdik. Şəkillər bura copy paste ilə deyil də link kimi, yəni bir bağlantı kimi gəldiyinə görə burada da önəmli bir məqam var. Hətta biz InDesign'da öz workspace'imiz kimi saxladığımız bu workspace'də vacib bildiyimiz pəncərələrdən biri də linkdir. Niyə? Çünki biz şəkillərlə çox işləyirik bu InDesign fayllarında və burada da linklərin gözümüzün qabağında olması şərtdir. Və istənilən bir şəkili götürəndə linklərdə, bu link pəncərəsində daha doğrusu, həmin linklərin adını görə bilir. Yəni bağlantılar harada üzərində saxlayanda hətta faylın yerini belə göstərir. Sonra aşağıda müəyyən məlumatlar verilir. Rəng formatı, ölçüsü və s. ilə bağlı, məsəl üçün 2400-ün 3200 piksellədir. Bir də burada bizim maraqlı ikonlarımız var. Bu ikonlar nəyə qulluq edir? Gəlin ona baxaq. Elə qoy bu üçü burada qalsın. Biz gedək bu şəkillərin olduğu folderə, papkaya. Birincisinin adını dəyişək. Hətta daha sistemli işləmək istəyirik və deyirik ki, gəl bu faylların adını dəyişək. Birincinin adını qoyaq 1, ikincisinin adını qoyaq 2, görək də dəyişə bilərikmi? 2 və son olaraq da üçüncüsü də olsun 3. Gözəldir. Gəldi InDesign'a 3 dənə sual işarəsi gəldi. Bu nə deməkdir və o qorxulu sual işarəsi bizi burada da gözləyir. Sual, yəni mən fayl hardadır bilmirəm. Fayl əslində biz faylın yerini dəyişməmişik axı. Amma InDesign bu faylı bura gətirərkən, bu faylları bura gətirərkən onların adlarını başqa adlarla bilirdi, tanıyırdı. Biz isə getdik həmin o adları dəyişdik
Ona görə InDesign üçün bu fayllar artıq yoxdur. Çünki həmin adda faylı o məkanda, o folderin içində görmür. Ona görə də sizə təklif edir ki, yenidən bağlantı qurun. Yenidən bağlantı üçün bizə bu linki aktivləşdirmək lazımdır. Və indi yerini göstərir ki, biz səhv eləmişik, bizim həmin bu faylımız artıq buradadır. Digərləri üçün də, yəni biz üçünü də seçmişdik deyə birini dəyişdi, digərləri üçün də eyni işi görməyimizi istəyir. Və son olaraq da bir də səhv elədim, yerini mexaniki dəyişdi, amma yəni mahiyyəti aydın oldu məsələnin. Bir daha göstərirəm. Əgər faylın adı dəyişilibsə, adının dəyişməsi şərt deyil. Yəni məsəl üçün fayl silinibdir. 3 nömrəli fayl yoxdur. Gəldi, yenə sual işarəsi. Faylı tapmır. Yəni yenə də linki basıb gedib göstərməliyik ki, fayl burdadır. Təbii ki, fayl olmadığına görə artıq bağlantı qurmaq üçün bir əlimdə material yoxdur. Yəni gedim bura, folderə və Ctrl-Z ilə geri qaytaram təzədən faylımı. Geri qayıtdığı görürsə, InDesign özü başa düşdü ki, artıq bunun bağlantı qurduğu o fayl oradadır. Ümumi olaraq linklərlə bağlı hələlik ki bu. Ona görə məsələn burada nəyi tövsiyə eləyərdim? Əgər bir kompüterdə, tutaq ki ev şəxsi kompüterinizdə InDesign faylı ilə işlədiniz və sonra bu InDesign faylını daşıyırsınız tutaq ki ofisdəki kompüterinizə. Orada əgər InDesign faylını açsaz, burada bol-bol sual işarələri görəcəksiniz. Şəkilləri özünüzlə götürməmisinizsə. Çünki şəkillər qaldı evdəki kompüterdə, InDesign faylı isə açılıb iş kompüterində. Və bu link, bu şəkillərlə InDesign faylının arasındakı bağlantı artıq qopdu. Ona görə də yəni, sual işarəsi əmələ gələcək. Kiçik ölçüdə müvəqqəti göstərəcəksə o şəkillər, yəni iş prosesində bəlkə də tam da mane olmaz, işinizi yenə də görə bilərsiniz, amma bilin ki, o şəkillər orada olmadan siz yekun faylı müştəriyə göndərə bilmərsiniz ya da ki, hansı alternativ formatlarda faylı save eləməkdə çətinlik çəkəcəksiniz. Linklərlə işləməyin məntiqi bu. Linkləri redaktə eləməklə bağlı, şəkilləri redaktə eləməklə bağlı mövzularımız irəlidə olacaq. Şəkilləri səhifəyə yerləşdirmək, onları çərçivəyə fərqli məntiqlərlə otuzdurmaq ya da çərçivəni şəklə otuzdurmaq və bir də bu şəkilləri linklərlə idarə etmək mövzusunda bilməli olduqlarınız hələlik bu qədər. InDesign'ın növbəti mövzularında, növbəti dərslərdə görüşərik.